yanğın başlayıb. Əraziyə yanğın söndürənlər və polis əməkdaşları, eləcə də təcili tibbi yardım cəlb olunub. Hadisə nə qədər real görünsə də, bu Ağdaşda Fövqəladə Hallar Nazirliyinin kompleks mülki müdafiə təliminəndir. 2025-ci il üçün mülki müdafiə tədbirləri planına əsasən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi ilə Ağdaş rayonunda miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik leytenant Ramin Orucov, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, aidiyyəti qurumların nümayəndələri, digər aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər iştirak ediblər. Bu əməliyyatımızda burada imitasiya ilə, bundan əlavə bizim də həm tədbir təxəssüs alınmaz yardım stansiyasının kompleks mülki müdafiə təlimi şərti alaraq Ağdaş rayonunun ərazisində yaradılmış şərait üzrə 3 mərhələdə təşkil olunub. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planının reallaşdırılmasının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının fövqəladə hallar komissiyalarının rəhbər və komandir rəis heyətinin fövqəladə hallar zamanı fəaliyyət üzrə bilik və bacarıqların artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Məlumat üçün bildirmək istəyirəm ki, bugünkü təlim prosesində rayonun mülki müdafiə qüvvələrinin 208 nəfər şəxsi heyəti, 64 ədəd texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 80 nəfər şəxsi heyəti və 7 ədəd texnikası təlimdə iştirak edib. Nizam Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinaz TV üçün.